Necə baş verdi? Yanğın hadisəsi baş verdi. Kiçik həcmlikdə yığdıq fövqəladə hadisəni ilə evin damından başladı. Başladı yanmağa, fövqələdəni yığdıq. Fövqələdənin əməkdaşları tez bir şəkildə girdi içəri. Biz də girdik bloklara, qapıları döydük, cəmaatı çatdıq çölə. Siz xəbər elədiniz vətəndaşlara ki, binada yanğın. Fövqələdəni yığdıq, bəli. Birinci mərtəbədə başladı yoxsa İkinci yuxarı? mərtəbənin yuxarısından. Sonra birinci mərtəbəyə Bəli. keçdi. Amma birinci mərtəbə deyəsən tamam yanıb. Birinci mərtəbə tamam yanıb, amma ilk başladığı yer yuxarı idi. Yuxarı idi. Bəli, Və siz də vətəndaşlara tez xəbər elədiniz, onlar da çıxdı. bəli, bəli. Onda belə çıxır ki, xoşbəxtlikdən xəsarət alan filan yoxdur sizin sayənizdə. Çox sağ olun. Və dərhal bir daha qeyd eləmək istəyirəm ki, hadisə Nazim Hacıyev küçəsində baş verib və məhəllə sakinləri belə deyək, binanın dam hissəsində yanğını gördükdən sonra dərhal Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət ediblər və bununla yanaşı onlar bir-bir evlərin qapısını döyüblər və sakinləri belə deyək, tez bir zamanda binanı tərk etməyə çağırıblar və elə məhəllə sakininin bildirdiyinə görə dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası, yanğın söndürmə texnikası cəlb oldu və yanğına dərhal müdaxilə edildi. Daha da miqyasının genişlənməsinin qarşısı alındı. Binanın damında başlayıb yanğın, daha sonra birinci mərtəbədəki evə keçib və birinci mərtəbədəki evin bir daha göstərmək istəyirəm. Deməli, eyvanında yanar konstruksiyalar tamamilə yanaraq külə dönüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb və qeyd edeyim ki, hazırda da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir və yanğın söndürüləndən sonra müvafiq soyutma işləri həyata keçirirlər ki, havanın da küləkli olmağını nəzərə alaraq, yəni yanğın yenidən alışmasın.